Görürəm nəsə kefin ufun yoxdur. Gəl bir anekdot danışım. Bunun zamanı var, vaxtı var. Ancaq bunu demək lazımdır. O sadəcə olaraq uşaqdır. Yavaş-yavaş hazırlamaq lazımdır. Məncə bəyənəcəksən. Mənim anam var. Mən öz anamı istəyirəm. Bizim oraya gelip titizlikle ölçüler götürmemiz gerekiyor. Milyonçu nə oldu? Sərxan bəy nə oldu? Neyini milli? Canın azad elə. Bunu istəyirəm. O bu ne danışır ha? Əlimi dəyiş, otur maşına. Get biraz oynayar, buraxar səni. Amma eləyirlər ki, sındırmasınlar. Çıxart onu oradan, boğuldu. Başınız qaçıb əvəz. 3000 manat? Yox, dollar. İt dəftərində adım var ya, gəlib borca görə. Heç bir yerdə adım yoxdur artıq. Hər yerdə borclardan silinmişəm, tərtəmizəm. Necə deyərlər, çisti kreditli liniya. Sən məndən görə nə etmək lazımdır? Səni gizlədirəm. Səhər də məktəb adı ilə çıxırıq, gedirik Gəncə. Çingiz bəy, inanıram ki, ananızı taparsınız. Məktəbə gəlməyib, Məktəbə daxil olub, sadəcə gizli şəkildə çıxıb məktəbdən. Ay yox, Gəncə uzaqdır. Gəl Yevlaxa qədər aparım, oradan özün gedərsən. Rıza, Çingiz hardadır? Gəncəyə getdi. Kimdən Gəncəyə gedib o? Oyuncağına. Səncə bağışlayacaq mənə hər şey öyrənəndən sonra? Sən bilərsən, amma məncə hər şey öyrənməyin vaxtıdır. Bizim çantadır bu. Mən neynədim ya va? Gedək. Getdi. Sizdə lavaş yoxdur. Alabaşı nə edirsən,